Deyir, daşı niyə öpürsən? 100 dəfə bunu demişəm. Bayrağı niyə öpürlər? Bayrağı niyə öpürlər? O daşdı, bu da parçadır, elə baxsan. Amma nəyi tərənnüm edir? Dövlətçiliyi, dövlətə sayğı bu parçaya ehtiramda ifadə olunur. Bu qədər sadədir məsələ. Deyir, bu şişdir. Deyirəm, bəyəm daşı öpən daşa səcdə edir. Daşı ona görə öpürsən ki, bu Allahın dostunun məzarıdır. Görməm, onun daşına belə hörmət edirəmsə, özünə nə qədər? Hörmət, hörmət. Hörmət əlaməti olaraq adam hər bir şey torpağı əyilir, məsələn, işğaldan azad olunub torpağı, gedir Şuşanın torpağını öpür. Bu şirk eləyib Allah. Bu nə məntiqdir? Nə sözdür bunlar? Daşı gedirsən, öpürsən qəbrinin daşını. Çünki ona orada yatan hörmət edirsən. Yaqub əleyhissalam o qədər peyğəmbəri, Yusuf peyğəmbər balasını sevirdi ki, köynəyini öpür gözünə çəkirdi. Köynəyini gözünə çəkirdi. Bunlar hamısı eşqdə lazım olan məsələlərdir, vacib olan məsələlərdir. Bu fəlsəfə yatır bu ziyarətin altında, yoxsa elə belə deyib məsumlar deyib, kim İmam Hüseyni ziyarət eləsə belə oldu, İmam elə belə söz danışmır. Bu fəlsəfəni açıqlamaq istəyir ki, hər şey bunun içindədir, bütün fəzilətlər.